Əvvəla nə edirik? Cümləni oxuyuruq. We didn't recognize them. Cümlə nədədir? İnkardadır. İnkar cümləyə inkarla cavab verərəm. İnkar cümləyə nə ilə cavab vermək olmaz? So, to, also ilə cavab vermək olmaz. Baxın, A variantında to veribdir, səhvdir. İnkar cümləyə to ilə cavab vermək olmaz. B variantında also veribdir. İnkar cümləyə also ilə cavab vermək olmaz. Ümumiyyətlə, so, to, also inkar cümlədə işlənməz. Yəni, bu qrammatik cəhətdən səhv bir cümlədir. They didn't verib, inkar verib, davamında also verib, yanlışdır. A variantında didn't veribdir, cavabında yenə sonunda to veribdir, yanlışdır. C variantını saxladım, D variantını saxladım. Yenə E variantında so veribdir, yanlışdır. Mən inkar cümləyə so, to, also ilə cavab vermərəm. Qaldım C və D arasında. Bəs burada problem nədir? Bunun ipucu odur ki, not nəyə qoşulubdursa cümləmdə, cümlədə not inkar hissəciyi nəyə qoşulubdursa, demək o mənim köməkçimdir. Baxın, burada not nəyə qoşulubdur? Didə qoşulubdur. Deməli, mənim köməkçim didin özüdür. Cavab olacaqdır C variantı. Yaxşı, bəs D variantında problem nədir? D variantında 2 dənə səhv var. Do, köməkçimi səhv veribdir, did verməli idi. Yenə də versə belə, yəni burada did yazsa belə, yenə yanlış olardı. Çünki quruluşda deyirik ki, naizə üstə gəl, köməkçi üstə gəl, şəxs əvəzliyi, yəni did burada yazılmalı idi. D variantı ona görə yanlışdır. Qalır cavabım C variantı. Oldu mu? İndi gəlirəm 3-cü testə. İndi gəldim 3-ə. Margaret doesn't like cümlə nədədir? İnkardadır. İnkara, inkarla cavab verməliyəm. İnkara so, to, also deyə bilmərəm. So, to, also ilə cavab verə bilmərəm. B variantında so getdi. C variantında to getdi. E variantında also getdi. Oldu mu? Qaldıq A və D-nin arasında. Bayaq dediyim kimi, ən rahat yol odur ki, not nəyə qoşulubdursa, mənim köməkçim odur. Not nəyə qoşulubsa, köməkçim odur. Baxıram ki, D variantında does veribdir, A variantında did veribdir. Deməli, did yanlışdır. Yenə deyirəm, A variantında didin əvəzində does yazsa belə, yenə də səhvdir. Çünki quruluş səhvdir. Neither, yaxud da nor, üstə gəl köməkçi, sonra şəxsim gəlməli idi. A variantında söz sırası səhvdir. Cavabım olacaqdır D variantı. İndi gəlirəm 4-cü testə. My friend didn't tell her parents about the accident. Əsas işim odur ki, testi yazarkən cümləni tam oxumalıyam ki, xəbəri tam bilim. Didn't tell. İndi növbəti testlərdə biləcəksiniz niyə belə dediyimi. Didn't tell cümlə inkardadır. İnkara inkarla cavab verəcəm. Yəni inkara nə ilə cavab verəcəm? Neither, nor ya da inkar cümlənin sonunda vergül either olacaqdır. Yəni bu üçü ilə cavab verərəm. İnkar cümləyə so, to, also verə bilmərəm. A variantında to yanlışdır. B variantında inkar cümləyə so ilə cavab verə bilmərəm. Yanlışdır. İnkar cümləyə so ilə cavab verə bilmərəm. C yanlışdır. D variantı və E variantı qalır. Yenə deyirəm, ipucum not nəyə qoşulubdursa, köməkçim odur. Not didə qoşulubdur. Demək ki, mənim köməkçim didin özüdür. Bu da olacaq cavabım E variantı. D variantına gəldikdə, baxırıq ki, cümləmin köməkçisini was veribdir. Bir dəfəlik yadda saxlayırıq ki, mənə verdiyi cümlədə to be yoxdursa, mən cavabı to be ilə verə bilmərəm. To be ilə yoxdursa, mən to be ilə cavab verə bilmərəm. Məsələn, uşaqlar görür visited feilini. Deyir ki, ay müəllim, burada idi var, keçmiş zamandadır. Onda mənim köməkçim olsun was were. Ola bilməz. Keçmiş zamanın, sadə keçmiş zaman past simple-ın köməkçisi diddir. Was were yox. Əgər cümləmdə olsaydı ki, my friend, məsələn, my friend was at home, məsəl üçün.
at home. Mənim dostum evdə idi. Baxın, burada cümləmin xəbəri was'dur. Bəli, was'dursa, was və ya were ilə cavab verə bilərdim. Ancaq mənim cümləmdə didn't tell dediyinə görə, was və to be-nin özü iştirak etmədiyinə görə mən was və ilə cavab verə bilmərəm. Gəldim indi 5-ci testə. I don't like to talk about my private life. Cümləm I mübtədamdır. Don't like mənim xəbərimdir. Cümlə inkardadır. İnkara inkarla cavab verərəm. İnkara so to also ilə cavab vermək olmaz. C variantı getdi. B variantı getdi. İnkara nə ilə cavab verə bilərəm? Neither ilə cavab verərəm. Norla cavab verərəm. Bir də inkar cümlənin sonunda either ilə cavab verərəm. Axı burada cümləm təsdiqdədir. İnkar olmalıydı. Doesn't olmalıydı. Ona görə A variantı da səhvdir. Qalır cavabım B ilə E-nin. B ilə E qalır. Bəs məsələ nədir? Baxın, burada but var. But nə deməkdir? Amma ancaq lakin deməkdir. Deməli, but olan cümlədə, baxın, mənim butdan əvvəlki bu hissəm don't like inkardır. İnkar. Sonra gəlir but. Butdan əvvəl inkardırsa, butdan sonra təsdiq gəlməlidir. Və yaxud da butdan əvvəl təsdiq gəlibdir, butdan sonra inkar gəlməlidir. Ancaq bizə verdiyi E variantında butdan əvvəl don't like hissəsi inkardadır, butdan sonra doesn't yenə inkardır. Butdan əvvəl və sonra arasında təzad olmalıdır. Yəni, butdan əvvəl don't like inkar olubdursa, butdan sonra does olmalıydı. Bax, bu hissədə nota atmalıydı. Qalır cavabım B variantı. Bəli, söz sırası da doğrudur. Neither üstə gəl. Köməkçi, sonra da mənim şəxsim gəlibdir. Bu belə. İndi gəldim 6-ya. I don't remember my first day at school. Cümlə nədədir? İnkardadır. İnkara nə ilə cavab verə bilmərəm? So to also ilə cavab vermək olmaz. D variantı to'nu çıxıram. E variantı so'nu çıxıram. Digərlərini saxladım. Bəs inkar cümləyə nə ilə cavab verərəm? İnkar cümləyə deməli neither, nor, neither, nor və yaxud da inkar üstəgəl either. Baxıram ki, A variantında either cümlənin sonunda olmalıydı. Olsa belə yenə də səhvdir, inkar cümlənin sonunda gəlməlidir. Qaldım B ilə C-nin arasında. Baxıram köməkçim biri does'dır, biri was'dur. Mən hansını götürməliyəm? Əgər cümləmin özündə xəbər was ilə verilsəydi, was ilə cavab verə bilərdim. Verilmədiyinə görə C variantı da səhvdir. B variantında köməkçim does'dır. Ay müəllim, bəs niyə burada do olubdu, ancaq variantda does olubdu? Do-ya don't veribsə, does'la cavab verə bilərəm. Do-nun özü ilə də cavab verə bilərəm. Bəs niyə fərqi olubdu? Çünki cümləmdə mənim mübtədam I-dır. I, you, we ilə do, don't işlədirəm. Ancaq variantda my brother, üçüncü şəxsin təki. Bax, bunu tez şəxs əvəzliyinə çevirirəm. He, o, she cinsi. He, she, it-də deyirəm ki, tək mübtədalar, he, she, it, üçüncü şəxsin təkində doesn't olmalıdır və yaxud da does olmalıdır. Bu da olacaqdır B variantı. Aydındırmı? İndi gedirəm növbəti testdə. Bunlar eyni gedir, biraz ötürürəm. Fərqli olanlara baxaq. Məsələn, 16-ya baxaq. And couldn't find her certificate anyway. Cümlə inkardadır. İnkara inkarla cavab verməliyəm. Deməli, A variantında inkara to ilə cavab vermək olmaz. B variantı inkara to ilə cavab vermək olmaz. D variantı inkara so ilə cavab vermək olmaz. E variantında either inkar cümlənin sonunda gəlməli idi. Could təsdiq veribdir. Qalır cavabım C variantı. Köməkçim niyə could olubdur? Çünki can could modal feilləri özünün köməkçisidir. Yəni, sualı inkarı özü yaratdığına görə cavabda da elə onun özünü verməliyik. İndi gəlirəm bu hissəyə. Məsələn, baxaq 23-ə. Their parents aren't at home. Görürəm ki, cümlə inkardadır. İnkara so to also ilə cavab vermək olmaz.
inkara, so to also ilə cavab vermək olmaz. Qaldıq C ilə D-nin arasında. Baxıram ki, either inkar cümlənin sonunda gəlməlidir, were təsdiqdir. Olur cavabım D variantı. Baxın, cümləmin xəbəri to be əmizarla ifadə olduğuna görə əmizarın özü ilə də cavabımı qaytarıram. 24-də Sarah isn't interested in music. Deməli, cümləm inkardadır. İnkara so to also ilə cavab vermərəm. A variantı getdi, E variantı getdi və əsas məsələ C variantında həm neither veribdir, həm isn't veribdir. Bir cümlədə iki inkar olmaz. C variantı da getdi. B qaldı, D qaldı. Baxın, B variantında köməkçim does'dır. B variantında köməkçim is'dir. Qayıdıram cümləyə. Cümlənin xəbəri is olduğuna görə əmizar verilibsə cümlədə yenə mən variantda əmizar verməliyəm. Bu da olacaqdır D variantı. İndi gəlirəm 25-ə. 25-də əksəriyyət çaşır. Səhv eləyir 25-də. Steven won't break his promise. Baxıram cümlə inkardadır, won't verib. Yaxşı, ay müəllim, won't nə deməkdir? Bunu yazaq bura. Will not bərabərdir won't-a. Will not gələcək zamanın inkarıdır. Will not bərabərdir won't. Will not bərabərdir won't. Gəldim indi nəyə? Cümlə inkardadır, inkarla cavab verəcəm. E variantında so to also inkara verə bilmərəm. C variantında bir cümlədə neither, won't, bir cümlədə iki inkar olmaz. A variantında batdan əvvəl won't inkar olduğuna görə batdan sonra won't təkrar inkar yox, təsdiq verməli idim. Qaldı B ilə D variantı. Baxıram B variantında won't-dur, D variantında were-dir köməkçim. Qayıt cümlənin özünə won't gələcək zamandır, were to be-nin keçmiş zamanıdır. To be was ya da were olsaydı mən was ya da were ilə cavab qaytarardım. Deməli səhvdir. Cavabım olacaqdır B variantına. İndi gəlirəm əsas məsələ 26-ya, yəni imtahanlarda, sınaqlarda da əksəriyyətin səhv yazdığı hissəyə. Cümləmi oxuyuram. They haven't arrived. Bax, bayaq demişdim testin əvvəlindəki cümləni tam oxumaq lazımdır. Cümləni tam oxumayanda uşaq burada gəlir arrived, idini görür, gedir tez did götürür. Ona görə mən cümləmi oxumalıyam. They mübtəda, haven't arrived at the airport mənim haven't arrived xəbərimdir. Mənim xəbərim hansı hissədir? Haven't arrived hissəsidir. İndiki bitmiş zaman. Hərfəz üstəgəl participle to. Deməli, cümlə inkardadır. Əvvəla variant ələyirəm. Cümləyə to ilə, inkara to ilə cavab verə bilmərəm. İnkara so ilə cavab verə bilmərəm. E variantında either inkar cümlənin sonunda gəlməli idi. Qaldı mənim A ilə C variantım. Bəs məsələ nədir? Görürəm ki, C variantında köməkçim diddir. A variantında köməkçim have'dir. Qayıdıram cümləyə. Have üstəgəl participle to. Uşaq baxır arrive idini, deyir keçmiş zamanda götürüm did. Xeyr. Qarşısında have-has gəlib. Yəni, bu have-hası bizə boşuna verməyibdir. Belə qayda çıxarıram ki, əgər have, bax, dropla yazıram, has, have-hasdən sonra got, drop, participle to gələrsə, have-hasdən sonra got və ya participle to gələrsə, onun köməkçisi have və ya has olacaqdır. Yenə deyirəm, have-hasdən sonra got ya da participle to gələrsə, deməli, have-has özü köməkçidir. Participle to da nə olan şeydir? Keçmiş zaman feili sifəti. Bunu bilirik sizlə. Qaydalı feillərin sonuna idi artırmaqla, qaydasızlar kökdən dəyişib verb 3. Yəni, feilin 3-cü forması. Yəni, burada haven't arrived hissəsində have üstəgəl arrived. Burada arrived qaydaların sonuna idi artırıbdır. Participle to yaradıbdır. Yəni, keçmiş zaman feili sifəti gəlibdir. Have-hasdən sonra participle to gələndə köməkçi have-hasin özü olacaqdır. Bu da olacaqdır A variantı. Əgər ay müəllim, mən bunu qarışdırıram deyirsinizsə, bax, görürəm ki, mənim cümləmin xəbəri birinci hissəsi, iki hissəlidir də, birdə have veribdir, ikidə participle to veribdir.
Əgər mənim xəbərim iki hissəlidirsə, birinci yerdə dayanan mənim köməkçim olacaqdır. Have mənim köməkçim olacaqdır. Məsələn, has got-da, has got. Bax, mənim xəbərim neçə hissəlidir? 2 mərtəbəli, 2 pilləli, 2 hissəli. Necə istəyirsiniz, elə deyə bilərsiniz də. Birinci hissəm, birinci mərtəbəm hasdir, ikinci mərtəbəm got-dur. Xəbərim 2 hissədən ibarətdirsə, birinci hissədə dayanan rahatlıqla mənim köməkçim ola bilir. Bəli, burada da haven't arrived, have birinci pillədir, arrived ikinci pillədir. Birdə dayanan həmişə köməkçi ola bilir. Bəli, have özü köməkçi olubdur, A variantı. İndi gəlirəm yenə 27-yə. I haven't packed my suitcase yet. Baxıram ki, cümlə inkardadır. İnkara inkarla cavab verərəm. B variantında to-nu çıxdım, qalanları qaldı. C variantında da either cümlənin, inkar cümlənin sonunda gəlməli idi, əvvəldə yox, səhvdir. A variantında da either inkar cümlənin sonunda gəlməli idi, A variantı da səhvdir. Qaldım D və E-nin arasında. Baxıram mənim cümləmin xəbəri I haven't packed cümləmin xəbəridir. Görürəm have-hasdən sonra yenə id gəlibdir. Bu id nə olan şeydir? Participle to-dur. Keçmiş zaman feili sifətidir. Deyirəm, have-hasdən sonra participle to gələrsə, have-has özü mənim cümləmin köməkçisi olacaqdır. Bu da olacaqdır D variantı. Əgər burada have olmasaydı, packed olsaydı, bəli, bu keçmiş zaman olardı, köməkçi dil olardı. Ancaq burada görürsən, have gəlibdir qarşısında. Bu indiki bitmiş zaman olacaqdır. Biraz ötürüm. Fərqli növlər görüm tapa bilirəmmi? Fərqli növlər. Məsələn, 47-də Molly never goes to the theater. Never inkarlıq bildirir. Never, hardly, bunlar rarely, scarcely, bunlar inkarlıq bildirirlər. İnkara inkarla cavab verərəm. So to, also ilə cavab vermərəm. A variantı, C variantı, D variantı getdi. Batdan əvvəl inkardır, batdan sonra təsdiq olmalıydı. Burada not olmamalıydı. B variantı doğru cavabdır. Bu da belə. Sonra bir də sizə has to-ları göstərmək istəyirəm. Has to, görüm qarşıma çıxacaq. Məsələn, have to çıxdı qarşımıza. Bruce had to change. Cümlə təsdiqdədir. Bax, bayaqdan inkar cümlələr gəlirdi, artıq təsdiq cümlə gəldi. Təsdiqə so to also ilə cavab verərəm. Təsdiqə nə ilə cavab verərəm? So to also. Təsdiqə so to also ilə cavab verərəm. Deməli, B variantında neither çıxacaqdır, ekranı getdi. B variantında neither çıxır, E variantında neither çıxır, A, C, D variantı qaldı. Və mən gəlirəm cümləmi oxumağa. Bruce had to change. Görsən, cümləmin xəbəri had to-dur. Biz hələ modalları keçəndə demişdik ki, had to modal feilinin köməkçisi did olacaqdır. Cavabım olacaqdır. Deməli, A variantında had-in özünü veribdir. Səhvdir. Qalır C və D variantları və mən söz sırasını necə demişdim? Dedim, so, neither, üstəgəl köməkçi, üstəgəl şəxs olacaqdır. Baxın, köməkçi ortada gəlməli idi, sonda gəlib. Bu hissədə gəlməli idi. Qalır cavabım C variantı. Sonra gəldim 78-ə. Who has to take? Cümləm təsdiqdir. Təsdiqə təsdiqlə cavab verəcəm. Non-inkarlıq bildirir. Qalanlar qalır. Has to cümləmin xəbəridir. Has to modal feilimdir. Mən demişəm ki, has to-ya sual verib inkar eləyəndə does-la inkar eləyəcəm. Sual verəcəm ya da doesn't-la inkar eləyəcəm. Deməli, mən does axtarmalıyam. A variantında had veribdir, yanlışdır. C variantında has verib. Dedim, has nə zaman özü olar köməkçi? Got ya da participle to gələrsə. Burada özündən sonra to gəlibdir, səhvdir. E variantı did keçmiş zamandır. Qalır cavabım D variantı.
İndi istəyirsən tipliyə də baxaq, sonra siz deyin bir neçəsini. So does my daughter. Baxın, so təsdiqdir. Deməli, cümləm təsdiq olmalıdır. Doesn't inkardır. A variantı getdi. C variantında xəbərim izdir. Əmizar varsa bu hissədə əmizar verməli idim. Qaldım D, E-ni də izah eləyim. Shut, shut, shut. Read, read, read. Put, put, put. Cut, cut, cut. Bu feillərin indiki zamanı, keçmiş zamanı eyni formadadır, dəyişmir. Bəs mən bunun indiki yoxsa keçmiş olduğunu hardan biləcəm? Mübtədama baxacam. Mübtədama. Mübtədam Philip 3-cü şəxsin təkidir. Əgər shut indiki zamanda olsaydı, S ilə olardı. Məsələn, Bill 3-cü şəxsin təkidir. Read feili indiki olsaydı, sonunda S olardı. Demək, burada keçmiş zamandadır. Keçmiş zamanda köməkçisi diddir. Deməli, D ilə E variantı getdi. Qaldı cavabın B variantı has to. Has to'nun da köməkçisi does'dır. Başa düşdükmü?